Salam əziz dinləyicilər, Valideyn Saatında yenidən sizlərlə birlikdəyik. Bugün də çox maraqlı bir mövzu ilə qarşınızdayıq, valideyn-övlad münasibətləri. Uşağın həyatında ilk bağ, ilk güvən, ilk sevgi, ilk sərhəd anlayışı məhz ailədə formalaşır. Bu mövzunu bizimlə birlikdə müzakirə etmək üçün studiyamızın qonağı uşaq və yeniyetmə psixoloqu Murad Akifsoydur. Xoş gəlmisiniz Murad bəy. Çox sağ olun dəvət üçün, çox xoşdur. Eyni zamanda bizimlə bugün efiri Rasif də buradadır. Salam, xoş gördük. Hər vaxtınız xeyir olsun. Mən istəyirəm ilk olaraq elə mövzumuzun adına uyğun başlayaq ki, valideyn-övlad münasibətləri. Bax, sağlam valideyn-övlad münasibətləri necə olmalıdır? Sağlam valideyn-övlad münasibətlərində bizim birinci punkt olaraq qoya biləcəyimiz yer valideynin mövqeyidir. Yəni valideyn harda dayanmalı olduğunu bilməsi lazım. Harda dayanmalı olduğu deyəndə qayda qoyarkən deyil. Valideynin özü harda dayanır? Yəni mövqe olaraq valideynlik institutu nədir? Oradan başla. Valideynlik idarəçi bir pozisiyadır və orada valideynin çox böyük məsuliyyətləri var və valideyn bunları kontrol etməlidir. Buna yox demək, uşaq ağlasa belə, üzülsə belə, pis olsa belə, yəni bir çox hallarda biz müasir dövrdə valideynlərdə görürük, uşaq indiki halda pis olmasın deyə onun gələcəyini çox rahat şəkildə yanlış yerə yönləndirə bilirlər. Valideynlik bütün prosesi izləyən bir müəssisədir. Yəni valideynlik sadəcə bir an deyil, sadəcə bir xatirə deyil, sadəcə bir hadisə deyil. Yəni valideynliyə ömür boyu bir proses kimi baxmamız lazımdır ki, 18 yaşında bu uşağı mən cəmiyyətə buraxanda bu uşağı necə yola salıram? Yəni indiki reaksiyam buna hansı şəkildə təsir eləyir? Ki mütləq ki təsir eləyir, sadəcə necəsini yoxlamamız lazımdır. Birinci hissə buradan başlayır. Yəni mənim mövqeyim hardan başlayır və bu hansı formadadır valideyn olaraq. İkinci mərhələdə isə mənim uşağım kimdir? Necə biridir? Hansı ehtiyacları var? Xarakteri xüsusiyyətləri nədir? Temperamenti nədir? Maraqları nədir? Uşağını tanımalıdır. Və sonraki mərhələdə, üçüncü mərhələdə təkrar valideynlik öz o bayaq dediyimiz birinci mövqeyini təzədən gözdən keçirir ki, bu uşağın ehtiyaclarına əsasən nəyi uyğunlaşdıra bilərəm, nəyi yerində saxlaya bilərəm. Amma uşağın tanımamışdan qabaq uşağı birinci tanımağı qoysaq, valideyn özü öz sərhədlərini bilməyəndə uşağa uyğunlaşmaq istəyəcək ki, uşağa lazım olan şey də bu deyil. Yəni uşaq müəyyən bir çərçivədə, müəyyən bir sərhədlər, müəyyən bir dəyərlər daxilində böyüməsi lazımdır. Yəni ona görə valideyn birinci növbədə yaratdığı ailə mühitini gözdən keçirməsi lazımdır ki, mən bu uşağı hara gətirirəm? Biz Amerikada, Filadelfiyada deyilik məsəl üçün, Bakıdayıq. Hal-hazırda çöldə yağış yağır. Və bu situasiyada biz artıq onu hansı cəmiyyətə buraxırıq, hansı formadadır, biz buna təsir və birlikdə idarəetmə mexanizmlərini hansı şəkildə aparacağıq, ona baxmamız lazımdır. Murad bəy, çox ağırlı bir məsələ deyirsiniz. Valideyn mövqeyini müəyyən eləmək. Yəni bu günləri durub bir sorğu keçirsək, yəni sual versək valideynlərə, əksəriyyət biz hamımız yəni özümüzdən götürsək belə biz gördüyümüz var da bir ata-ana modeli görmüşük. Öz atamızdan, öz anamızdan, babamızdan, nənəmizdən və biz bir kütləvi şəkildə bu günləri ondan imtina edirik. Yəni hamımız çalışırıq ki, atamız kimi davranmayaq öz övladlarımıza. Yeni model yaradaq. Biz imtina elədik. Anamızdan da imtina elədik, atamızdan da imtina elədik və düşündük ki, bu daha yaxşı yerə bizi aparacaq. Amma təəssüf ki, yerinə nə qoyacağımızı hələ də tapa bilməmişik. Bəzilərimiz seriallardakı valideynləri qoyuruq, bəzilərimiz xaricdəki jurnallardakı valideynləri qoyuruq, bəzilərimiz kitabdakıları qoyuruq. Yəni hansı ki o kitab məsələn Amerikalı bir ata tərəfindən Amerikalı ailə üçün yazılıb və hətta bəzilərimiz getdik şərqə çıxdıq, bəzilərimiz dinə getdik. Yəni bəs Murad bəy, indi siz danışdınız. Nə qoyulmalıdır yerinə? Bax indi deyirsiniz mövqeyi. Yəni ananın, atanın, valideynin mövqeyi ailədə nə olmalıdır? Yəni necə bir şey olmalıdır? Birinci növbədə mövqe deyəndə təkcə uşaqlara yox, nənəyə, babaya, qohumlara da eyni şey tətbiq edilməlidir.
Mütəxəssis olaraq bizim ən çox əziyyət çəkdiyimiz şey nə olub? Mənim şəxsən uşaq və yeniyetmə psixoloqu olaraq əziyyət çəkdiyim hissə nə olub? Qərb mədəniyyətində, qərb psixologiyasında oxuyanda orada ailədə 3 nəfər var. Ana, ata və uşaq. Bizdə nənə var, bibi var, xala var, dayı var, qonşular var, bir külfət var konkret, yəni el dilindən desək. Və bunlarla kommunikasiyanı saxlamaq, idarə eləmək və bunları sərhədləri qoruyaraq və sağlam bir şəkildə, qurucu bir şəkildə etmək çətindir. Digər üzü üstə hətta indi o kitab o qərb mədəniyyətində kimi təqdim olunan kimi yaşayanlar var. Onlar öz qohum əqrabalarından da imtina eləyiblər. Yəni getmirlər, nənə babaya getmirlər, bibiyə, xalaya getmirlər. Yəni çox əcaib bir vəziyyət yaranır. O ailə bağları itməyə başlayır. Buradakı hissə odur ki, biz bu valideynlərdən gəlmişik. Birinci növbədə bunu qəbul etməliyik və bizi yetişdirən həmin bu valideynlərdir. İstənilən halda, bunu hər yerdə deyirəm, istənilən formada valideynlik eləyən hər bir şəxs, valideyn olan hər bir şəxs hörmətə layiqdir. Bu istisnasızdır. Birinci növbədə uşaqlar olaraq, biz də kimsə övladıyıq da, uşaqlar olaraq həmin valideyni hörmət etmək bizim birlikdə məsuliyyətimizdir. Bizim borcumuzdur belə deyək. Bu birinci məsələ. Biz birinci növbədə övlad olaraq yerimizdə oturmağı öyrənməliyik. Necə ki, sabahsı gün övladımızdan yerində oturmağını gözləyəcəyik. Çünki nümunəyik. Nümunə olmamışdan qabaq bu bizim psixikamız üçün sağlamdır. Yəni mən bir yerdə uşağam. Kiminsə uşağıyam və o kiminsə yanında mən özüm uşaq kimi aparmağı öyrənməyim lazımdır. Bu mənim psixikamın sağlamlığı üçün lazımdır. Birinci növbədə özüm üçün lazımdır. Tabe olmalıyam. Tabe olmaq deyəndə bu bedikdə tərzdə deyil, sadəcə bedikdə sərhədləri çərçivəsində və mən bu evin kiçiyi, mən bu evin uşağı olduğumu, o hansı ki doğulub böyüdüyüm evdə bu evin uşağı olduğumu qəbul etməyim lazım. Birinci mərhələ budur. İkinci mərhələ nədir? Mən o tərbiyə sistemində nələri bəyənmirəmsə, onları yeniliyə bilərəm. Amma o tərbiyə modelini tamamilə atmaq doğru bir şey deyil. Çünki onlar bu tərbiyə modeli sayəsində bizi sağ-salamat böyüdə biliblər. Bu birinci məsələ. Biz bu cəmiyyətdə yaşayırıq. Biz utopiyada yaşamırıq və bizim işimiz bizlə asılı olan, bizə yapışmış olan bir nəsil yetişdirmək deyil. Sağlam cəmiyyətə adaptasiya olan, uyğunlaşa bilən, oradakı stresslər mübarizə apara bilən və bu prosesdə bizə minimum ehtiyacı olan bir fərd yetişdirməkdir. Bundan sonraki mərhələdə bu valideyn bizim ənənəvi tərbiyə metodumuzda işə yaramayan şeylər nələrdir? Biz burada birinci növbədə nəsillər arası münasibətləri gözdən keçirməyimiz lazımdır. Hal-hazırda aktiv valideynlik eləyən şəxslər 80 və 90-lardır. Və onların valideynləri Sovet dövrünün bedikdə çiçəklənmə dövründə formalaşmış insanlardır. Ən gözəl vaxtlar. Ən gözəl vaxt. Və ən gözəl vaxtları dedikləri şey nədir? Heç bir məsuliyyətləri yoxdur. Hər şey dövlət verir. Bu 80-lər, 90-lar doğulanda nə görüblər? Müharibə, ortada heç nə yox idi, bütün hər şey ortadan itmişdi və eyni zamanda bu məsuliyyət götürmək istəməyən valideynlərin məsuliyyət ötürən uşaqları oldular. Hal-hazırda onlar həm valideynləri ilə birlikdə uşaqları olmağa çalışırlar, həm də övladlarının valideyni olmağa çalışırlar, heç biri ola bilmirlər. Nəyə görə? Bu nəsil elbette hər kim nəslin məsuliyyətini götürür. Və burada bayaq dediyimiz məsəl üçün o sərhəd qoymaq, o yuxarı çıxmaq, bu kimi hissələrdə biz mövqeyimizi itirmişik 80-lər, 90-lar olaraq. Ona görə birinci növbədə biz bu sərhədlər məsələsini gözdən keçirməyimiz lazım. Və bu nəsilləri başa düşəndə biz birinci növbədə burada sual çıxır ki, mənim məsuliyyətim nədir? Bu uşağa sağlam bir nəsil sağlam bir nəsildə yetişdirmək, sağlam bir cəmiyyət yetişdirmək istəyirik və eyni zamanda onun sağlam olmasına çalışır. Və burada məsəl üçün nənə baba ona hansı şəkildə təsirli? Nənə baba hər bir uşağın nənə babası sağdırsa görmək haqqı var. Və bu bedikdə nənə baba arasındakı münasibətlərə valideyn girə bilməz. Bacı qardaş arasındakı münasibətlərə valideyn girə bilməz. Ata ilə uşaq arasında ana girə bilməz. Ana ilə uşaq arasında ata girə bilməz. Burada bizim konkret sərhədlərimizin olur. Yəni mən birinci növbədə üzərhədlərimi qoruyuram. Okay, amma kimin sərhədlərini pozuram? Digər ailə üzrə. Uşağın sərhədlərini pozuram. Uşağın bedikdə o nənəsini tanımır, nənəsini görmür. Yəni belə olanda nənə olmuş, var olan şəkildə biz onun haqqını əlindən alırıq. Və bu bizə bu ixtiyarı kim verib? Ona görə bayaq dediyimiz o mövqeyini konkretləşdirəndə ikinci dedim ki, uşağın ehtiyacları, istəkləri, arzuları, xarakteri xüsusiyyətləri onları və üçüncü dedim ki, mütləq ki ona uyğunlaşmaq lazımdır. Burada uşağın resurslarından biri nənə babadır. Əmi xaladır.
nə bilim kimsə qohumdur, qonşudur və bunları nəzərə almırıqsa, biz sadəcə birlikdə idealizə edilmiş bir cəmiyyət yaratmağa və bir ailə yaratmağa çalışırsa, bu mümkün deyil. O uşağın da mütləq ki problemi olacaq. Biz də mütləq ki valideyn olaraq səhv eləyəcəyik. Valideynlik ömür boyu səhv edilən və bunu düzəltməyə çalışılan bir müəssisədir. Yəni valideynlər hər zaman səhv eləyəcəklər. Ay mən uşağıma travma ötürməyim, ay mənə belə oldu. Məsələn, hal-hazırda gördüyümüz şey nədir? Mənə olmadı, uşağıma olsun. Yəni mənim filan şey istədiyimi almadılar uşağıma. Amma limit olmayanda o uşaq stresslə mübarizə aparmağı öyrənmir. Və çox valideyn də sərhəd qoymağı bacarmır. Ya belə deyək də, çox yoxlar deyilir. Ya ümumiyyətlə qadağa qorxur ki, tərbiyəsində bir pozuntu yaranar, qadağalarla böyüdür. Ya da həm siz deyən variant, mənə verməyiblər, mən istəyirəm uşağımın uşaqlığı ən gözəl. Və ola bilir ki, bu zamanda bir ortaya ərköyünlük, davranış çətinlikləri ortaya çıxır. Bax, bu ikisi arasında balansı qorumağı bacarmırlar. Buna münasibətiniz? Ərköyünlük çox qayğı göstərməkdən olan bir şey deyil. Ərköyünlük çox sevgi verməkdən olan bir şey deyil. Ərköyünlük disiplin və qaydasızlıqdan çıxan bir şeydir. Yəni uşaq istədiyi vaxtda, istədiyi formada ailəni idarə edə bilər. Biz qayda deyəndə valideynlər qadağa başa düşürlər. Bəli. Qayda və qadağanın fərqi odur ki, mən deyirəm ki, bu otaqda telefon istifadə etmək qadağandır. Bu bir qadağadır. Bir də deyirik ki, efir vaxtı burada telefon istifadə etmək olmaz. Bu qaydadır. Yəni digər hallarda biz efir olmayanda telefon burada istifadə edə bilərik. Uşaq üçün də eyni şey keçərlidir. Dərsdən gələn kimi telefona, televizora, ekrana baxmaq olmaz. Bu qaydadır. Amma sən ümumiyyətlə telefon, televizor olmaz. Qadağadır. Və qadağan olunmuş şeylər biz insan olaraq çox maraqlı gəlir bizə. Digər tərəfdən, sabahsı gün o uşaq cəmiyyətdə çıxır, kimisə əlində telefon görəcək, elində televizor görəcək. Bunda necə reaksiya verəcəksiniz? Siz evin içində bir şey yetişdirmirsiniz. Bəzən dindar ailələr gəlir, eyni televizor variantını onlar deyir ki, mən övladımı dindar bir məktəbə qoyacağam və orada onun tərbiyəsi formalaşsın. Amma okey, sabahsı gün o dindar cəmiyyətdə yaşamırıq. Azərbaycan şərait ölkəsi deyil. O cəmiyyətə çıxanda o ideologiyasını qorumağı öyrənməsi lazımdır. Onun üçün də kontrargumentlər lazımdır ona. Ona görə tək tərəfli baxmaq heç bir şəkildə doğru deyil. Yəni qadağa yox. Yəni biz 0 yaxud da 100 arasında gedib gəlirik. Bəzən 45 ola bilər bu qaydalar, bəzən 55 ola bilər, bəzən 95 ola bilər, bəzən də 5 ola bilər. Yəni uşağa qoyduğumuz qaydalar yerinə, zamanına görə dəyişə bilər. Bəli. Disiplin uşağa əziyyət vermək deyil. Disiplin uşağı hazırlıqdan hazırlığa yormaq deyil. Yəni bunları ona oyun vaxtı, istirahət vaxtı, yaşına görə uyğunlaşdıraraq eləmək lazımdır. Ona görə ərköyünlük qaydasızlıqdan gələn bir şeydir. Ərköyünlük əsasən hansı formada formalaşır? Ailədə bir nəfərin dediyini digəri təkzib eləyir. Ata deyir ki, mən deyirəm ki, evdə cihaz istifadə eləmək olmaz. Bu düz yanlış fərq şey deyil, müzakirə deyil. Ana deyir ki, ata evdə olmayanda istifadə edə bilərsən. Bu ata orada statusu düşdü aşağı. Sabahsı gün ata hansı bir şey deyəndə. Ay Murad bəy, niyə elə deyirsiniz? Mən çox ana tanıyıram ki, bir saat deyir istifadə eləmək olmaz. Bunun bir xüsusi qaydası yoxdur. Sonra özün başı qarışığı olur, uşağa telefon ver ki, get istifadə elə. Bu daha bərbad bir haldır. Nümunə kimi deyirəm ki, ata yaxud da ana fərqi yoxdur. Yəni biz birinci növbədə qəbul etməliyik ki, ata və yaxud da ana səhv eləyirsə, bunun cəzasını da hər şeyində ikisi bərabər ödəyəcəklər. Ona görə münasibətlər arasında birinci növbədə valideynlik, Doğan Colun çox qəşəng sevdiyim sözü var. Deyir ki, bir uşağın 3 dənə valideyni var. Anası, atası və onların münasibəti. Və istənilən halda siz hər hansı bir şəkildə övladınıza güzəşt edirsiniz və ailə qaydalarınızdan taviz verirsinizsə, mütləq ki, tək özünüzə yox, yoldaşınıza da problem yaradırsınız. Ona görə bunu ümumi bir komanda işi kimi görmək lazımdır. Hə, mən indi gizlicə şeyliyim və yaxud da mama yoxdur, gedək biz əylənək, nə bilim, ata yoxdur, gedək biz falan şey. Belə bir şey deyil. Ya, əla dediniz. Mənim 2 sualım var. Aha. Birincisi, bayaq dediyiniz məsuliyyət məsələsi. Ki, mənim məsuliyyətim nədir? Açıq deyək. Bir valideyn olaraq, valideynin məsuliyyəti nədir? Yəni, ana ayrılıqda məsuliyyəti nədir? Ata ayrılıqda məsuliyyəti nədir? Bunların birgə məsuliyyəti. Yəni, ikinci sual, əslində bu 2 sualı birləşdirə bilərsiniz. Dediniz komanda olmaq. Yəni, ata ilə ana uşağın böyüməyi üçün, inkişafı üçün, tərbiyəsi üçün komanda olmalıdır. Axı biz komanda olmağı bacarmırıq. Yəni baxın da futbol oynaya bilmirik də. Yəni ola bilsəydi, komanda ola bilsəydi futbol belə oynayar. Yəni necə olsun? Yəni baxın bu günləri nişanlı 2 qız, oğlan var, evlənməyə hazırlaşırlar, evləndilər, övladları oldu. Necə komanda olsunlar?
Birinci növbədə valideynlərə biz şəxsi seanslarda işlədiyimiz əsas qoyduğumuz qayda nədir? Sizin rəqibləriniz əriniz və yaxud da arvadınız deyil. Sizin rəqibiniz qarşınızdakı problemdir. Siz bir komandasınız. Qarşıya partnyorunuzu qoyursunuzsa mütləq ki problem çıxacaq. Sən kimsən ki mənə belə bir şey deyirsən və yaxud da mən yəni o şey hissəsində, yəni qarşıya biz kimi qoyuruqsa, nəyi qoyuruqsa, biz onunla mübarizə aparırıq. Ər yaxud da arvad Azərbaycan rəsmi qaydasında belə gedir. Mən bəzi vaxtlarda belə dediyimə görə arvad qanunen belə gedir. Mənim dirəşmə müasir danışanların nə deməklə və burada beləliklə ər və arvad beləliklə birinci növbədə bir-birlərinə qarşı hörmət, yəni bu institutun əsası hörmət üstündə dayanır. Bizim quru hüquq dediyimiz bir şey var ki, məsəl üçün kişi deyir ki, mən evdə yemək bişirməməliyəm. Qadın deyir ki, mən pul qazanmaq kimi bir şeyim də yoxdur. Bu quru hüquq dediyimiz bir şeydir. Bu boşanmadan bir əvvəlki mərhələdir. Hardakı insanlar artıq emosional məsələləri bitiriblər. Emosional hər hansı bir qarşı partnyorunun hər hansı bir ehtiyacı ilə maraqlı deyillər. Sadəcə qaydalar üzərindən danışırlar. Sonrakı mərhələdə də hüquqi formada boşanırlar. Amma emosional yenə boşanırlar. Yəni ora çatıbsa kimsə növbəti boşanmada geriyə qayıtsın. Siqnal ola bilər. Bu çox böyük bir siqnaldır. Ona görə buradakı hissədə sualınıza qaydası olsaq, valideynin birlikdə birinci növbədə atanın işi övladı xarici dünya ilə sağlam şəkildə adaptasiya eləmək və ona xarici dünyanı sağlam bir şəkildə tanıtmaqdır. Sağlam bir şəkildə tanıtmaq o demək deyil ki, dünyanı çəhrayı rəngdə göstərsin və yaxud da tək tərəfini göstərsin. Eyni şəkildə ananın da işi uşağın daxili dünyasına yatırım eləməkdir. Çünki ana uşağın daxili özünə olan münasibətini şəkilləndirir, formaya salır. Ata isə xaricdən olan münasibətini. O ataya baxaraq insanlara hörmət eləməyi öyrənir. Anaya baxaraq özünə hörmət eləməyi öyrənir. Özgüvən əksiliyi olan uşaqların 95%-nin anaları ilə problemi var. Cəmiyyətlə, otorite ilə, birlikdə bir idarə etməklə problemi olan insanların da ata ilə problemləri var. Hardasa. Onu ümumiləşdirəsi olsaq, təbii ki, burada istisnalar mütləq ki var. Amma yəni ümumiləşdirəsi olsaq, yəni bunu valideynlərə mövqelərini daha konkret görmələri üçün belə bir ümumiləşdirməyə getdim əslində. Və burada biz ümumilərdən danışırıq. Çünki xüsusiyə gedəsi olsaq biz yəqin ki, bir neçə həftə burada olmalıyıq. Ona görə buradakı hissədə bizim baxmalı olduğumuz hissə qarşımızdakı şəxs bizim rəqibimiz deyil, düşmənimiz deyil, aşağılamalı deyilik, utandırmalı deyilik, əzməli deyilik. İkinci mərhələ, bunun ikinci mərhələsində uşağı öz tərəfimizə çəkib onu birlikdə bir silah olaraq, raket olaraq, nə bilim, şey olaraq istifadə eləyə bilmərik. Uşaq bizim ortaq birlikdə yaratdığımız çox dəyərli bir məfhumdur və ona bu şəkildə yanaşmaq lazımdır. Yəni sizin ailəvizin bir necə deyim, davamçısı mı deyim, ümumi bir sizin yaratdığınız sevgi, qayğı və bu digər şeylərlə bərabər hazırladığınız bir məhsul deməyək, məhsul çox belə müasir dövrdə biraz daha yanlış yönləndirilib. Konkret bir sizin ailəvinizin xüsusi bir modelidir. Model daha yaxşı olar. Bu model sizin qarşı tərəfdən olan münasibətlərinizdən də təsirlənir. Siz bu modeli bu təsirlər daxilində yaratmaq istəyirsinizmi? Yəni necə şey qatmaq istəyirsiniz ora? Yəni biz çünki ora nə qatırıqsa, yeniyetməlik dövründə o çıxacaq ortaya. Yəni əslində uşaq bizim gələcək üçün hazırladığımız mesajdır da. Biz gələcəyə nə ötürmək istəyirik. Yəni həmin o ər-arvadın ikisinin ortaq bir araya gəlib bir 20 il, 30 il 40 il ona həsr elədiyi, vaxt sərf elədiyi, enerji sərf elədiyi bir o məlumat toplusudur ki, hansı ki bunu gələcəyə ötürəcək. İndi biz oturub fikirləşməliyik də bu günləri analar, atalar. Biz nə ötürmək istəyirik gələcəyə? Bəli. Nə çatdırmaq istəyirik gələcək nəslə? Yəni gələcək dünyaya nə göndərmək istəyirik? Yəni bax əsas mən düşünürəm ki, valideynlər bu günləri özünə o sual verməlidir ki, mən 50 il sonra, 100 il sonra o Azərbaycanda nə görmək istəyirəm? Onu bu günləri o uşağında bir hədəf kimi qoymalıdır. Mən kənardan sizi dinləyirəm və çox gözəl
gələcəyə hansı mesajı ötürmək. Amma mən günü bu gün belə çox yaxşı peşələrdə çalışan analar tanıyıram, atalar tanıyıram və mən hələ də başa düşə bilmirəm ki, Murad bəy, bunlar eyni səhv edir. Məsəl üçün uşağın hisslərinə boş şeydir, ağlamağa dəyməz. Bunda nə var ki, ay kişi ağlamaz, nəyə ağlayırsan? Və uşağın nəzarət edir, sıxır və uşaq bundan, yəni uşağa baxanda görünür ki, uşaq bundan belə deyək də o qədər yorulub ki, yəni ağlamaq dərəcəsindədir və o deyir mən onun yaxşılığı üçün edirəm, onu kontrol edir. Bizdə gəlir evdə uşaqlar deyir ki, nə onun anası ya bunun valideyni deyib ki, 4 alsan evə gəlmə. Mən deyirəm, hələ də mi bu mövzular var? Hələ də mi? Niyə məsəl üçün Murad 5 aldı, sən niyə ala bilmədin? Yəni biz bunu mən doğrudan da həqiqətən buna təəccüblənirəm. Çünki bizim evdə mən uşağın nəyə bacarığı olduğunu bilirəm, görürəm, onu həvəsləndirirəm. Hansısa məqamda iki seçim arasında qalanda nəyi üstün bilirsən, ona üzərində çalış, digərini biraz gözləyək kimi cümlələr işlədirəm də və düşünürəm ki, onu yormayım, sıxmayım, yəni özü qərar verə bilsin. Amma yəni primitiv mövzularda qalmışıq. Uşağı müqayisə edir. Uşağa şəxsiyyət kimi yox da, yəni uşaqdır, bu nə bilir, bunun nə hissi var? Bu əslində bizim çox da tanış olmadığımız bir anlayışla əlaqəli bir şeydir. Ləyaqət anlayışı. Bir ləyaqət anlayışı var. Ləyaqət nə deməkdir? Ləyaqət insanı olduğu kimi qəbul etməkdir. Yəni onu dəyişmədən, onu müzakirə eləmədən, müqayisə etmədən və s. və ilaxır. Yəni bizim bir övladımız var, o doğulandan müəyyən bir bioloji xüsusiyyətləri var. Bunu biz dəyişə bilmərik və yaşadıkca da onun daxili və xarici təsirlərdən müəyyən bir xarakteri formalaşır, müəyyən bir davranışları formalaşır və onu o formada qəbul etmək bu ləyaqətli davranmaqdır o uşağa qarşı. Məsələ ondadır ki, biz bəzən uşağı öz malımız kimi qəbul edirik də. Yəni burada mal dırnaq arasında mən özümüzün şəxsi əmlakımız kimi, şəxsi bir mənə məxsusdur deyə, mən necə istəyirəm elə olmalıdır deyə qəbul edirik və ləyaqəti qoyuruq kənara. Bütün problemlər də bundan qaynaqlanır və o uşaq da davamlı özünü kiməsə sübut etməyə çalışır. Başlayanda anasına, atasına, sonra bütün müdürünə, sonra həyat yoldaşına, dostuna və bütün həyatı o özünü təsdiq şeyində keçir. İndi Murad bəy bunu daha yaxşı bilər. Sonra da bütün psixoloji problemlər də məhz bundan sonra başlayır onun həyatında yaranmağa. Buradakı məsələ bu bedikdə uşaqlara qiymət və digər indekslərdə baxan valideynlər bayaq dediyimiz 70-80% hallarda şəxsi təcrübəmdə gördüyüm 70-80% hallarda o valideynləri kimi davranmaq istəməyib, amma onları təkrarlayan valideynlərdir. Belə deyək də mənə necə yanaşılıbsa bir çox hallarda məndə şuursuz formada o formada. Çünki bildiyim və gördüyüm model odur. Mən alternativ görməmişəm və alternativi çox ciddi bir şəkildə çalışıb, xüsusi belə əmək sərf etmədiyimə görə mənim tətbiq eləyəcəyim aşağı-yuxarı, ondan 5 aşağı, 5 yuxarı olacaq. Ona görə mən fərdi inkişaf kitabları, fərqli şeylər oxuyub övladıma daha fərqli belikdə karyer yönümlü baxıramsa, onlar belikdə insanların içində özünü aparmaq yönündə bizi belikdə o formaya, çərçivəyə salmaq istəyirlər. Biz də karyer yönündə onu çərçivəyə salmaq istəyirik əslində. Sadəcə olaraq biraz daha fərqli formada, daha müasir forma. Kapitalist sistemə daha uyğun formada eləyirik bunu. Onlar sosial sistemə uyğun edirlər, bunlar kapitalist sistemə uyğun. Ona görə buradakı hissədə bunu ayırmamız lazım. Dəyərləndirməmiz lazım. İkinci məsələ müqayisə məsələsi. Müqayisə uşaq üçün əsas olan şərtlərdən biridir. Amma hansı formada? Deyək ki, Rasif daha yaxşı rəsm çəkir, Murad daha yaxşı riyaziyyat oxuyur, amma sən ingilis dilin yaxşıdır. Amma biz ona Rasifi, Muradı göstərəndə o artıq ingilis dilini görə bilmir. Fikirləşir ki, mən anormalam, mən onlardan geri qalmışam. Və artıq istər-istəməz, yəni bu bir dəfə, iki dəfə olan bir şeydir. Bu ömür boyu davam edən bir şeydir. Hər hansı bir problem uşaqda, hər hansı psixoloji
problem olması üçün bir şeyin təkrar olması lazım. Yəni şəxsi ləyaqət və cinsi təcavüz və yaxud da şiddət halları istisna olaraq. Yəni bu dediyimiz bu məsələləri nəzərdə tuturam. Burada bunların təkrarlanması lazımdır. Və bu təkrar olunduğu halda uşaq bir yerdən sonra artıq həqiqətən işə yaramaz biri olduğunu görməyə başlayır. Amma bizim təklif etdiyimiz müqayisə nədir? Sən ingilis dilin yaxşıdır, riyaziyyatın zəif. Öz güclü tərəfləri ilə. Performansı ilə. Yəni sənin yaxşı tərəflərin və yaxud da belə deyək də ingilis dili çox əladır, amma bu gün çox yaxşı işləyə bilməyib. Yəni dünən çox qəşəng işləmişdin. Bu gün nəsə baş verib səndə. Artıq bir şey göstərir ki, yəni səndə zaten bu okeydir. Və yaxud da məsəl üçün bu gün əla eləmisən, dünən nəyin sayəsində? Dünənki çalışmağın sayəsində. Uşaqları ən çox vurğulayacağınız, təqdirləyəcəyiniz, öyə biləcəyiniz şey nədir deyəsə, sual versəz, cəhd. Çalışmaq, əzm. Proses. Avropada və də məktəblər belə artıq ona keçiblər. Proses based deyirik. Yəni nəticəyə yox. Biz nəyə baxırıq? Nəticə 3 aldın. Hə, bitdi. O qədər oxudun 3 aldın. Hə, amma bu adam o qədər oxuyub, o bazı yaxşı bir şey, o qədər oxumağı heç kim görmədi, heç kim dəyərləndirmədi. Və o uşaq da dedi ki, mən bu qədər oxudumsa, heç bir şey yaramadımsa, yəni nəticə 3 olursa. Və indi yeniyetmələr də özü analiz edə bilir. Deyir ki, yaxşı oxuyanda heç görmürdün, indi bunu gördün. Yəni yeniyetmə özü artıq valideyninə bu mövzuda cavab verir. Məsələn, mən böyük oğluma deyirəm ki, mən sənin potensialına əminəm. Mən sənin müəllimlərinlə söhbət aparmışam və onlar da deyirlər ki, cəhd eləsə, çalışqan olsa, yəni daha özündə var da bu potensial, belə deyək. Buna əmin isə və özü də kəşf eləməlidir o potensialını. Potensialı deyiriksə, başının altına yastıq qoyursunuz. Sonra o potensialı arxayın olub çalışmır, sonra onun qatarı gedir. Potensialı aşağı olanlar çalışırlar, vuruşurlar, qazanırlar. O potensialı arxayın olduğuna görə heç hara getmək istəmir. Ona görə sənin potensialın var yox, sənin çalışmağın lazımdır. Və sadəcə çalışmaların nəticəsini göstərmək. Ona görə buradakı hissədə bu çalışma, bu potensial, bu kimi şeylər yeniyetməyə deyiləcək ən zəhərli sözlərdir deyə bilərəm. Çünki o onu arxayınlaşdırır. Yəni bizə lazımdır ki, həmin dövrdə zəhməti öyrəşdirək. Zəhmət hardan başlayır? Evin içində birinci növbədə yerini yığmaq, yəni yemək yedin, apardın qabı qoyursan, mətbəxdə yerinə, anaya kömək eləyirsən, ataya bazarlıqda kömək eləyirsən, anaya nə bilim ev işlərində kömək eləyirsən və yaxud da ikisi bərabər ev işləri görürlər, onlara kömək eləyirsən. Bunun bərabərində biz uşağı ev işlərinə alışdırırıq, zəhmətə alışdırırıq. Bu normal olan bir şeydir. Sabahsı gün öz evin olanda bunları eləmək normal olsun. Və bunun fonunda uşaq başlayır ev üçün nələrsə eləməyə. Valideynlər nə edir? Bunun üçün pul təklif eləyirlər. Ya bu deməkdir ki, bu sənin işindir və yaxud da 5 alsan sənə 5 manat pul verəcəm. Ya bu deməkdir ki, alacağam. Hə, bu deməkdir ki, mən nəsə eləməli deyiləm, amma bu hədiyyə məni buna yönləndirir. Niyə? Çünki yəni mənə bunun qarşılığını kimsə verirsə, bu deməkdir ki, mənim etməli olduğum bir şey deyil. Mənə bu xarici motivasiyadır da, amma onun daxildən özünün burada və evin içində o dediyimiz məsuliyyətlər yoxdursa uşaqda, dərs sonuncu bir, yəni birlikdə Maslow tələbatlar iyerarxiyasını dəyərləndirsək, dərs özünü aktuallaşdırmadı uşaq üçün və oradakı diqqət verməlidir, özünü potensialını ortaya qoymalıdır, cəhd eləməlidir, əsəbləşməlidir. Keçən bir valideyn paylaşıb ki, mənim övladım deyir, riyaziyyat eləyirdi, misalları həll edib, internetdə bir araşdırıb, araşdırma əsasında həmən işi işlədiyi əsasında əsəbləşib belə dərs nə vaxt bitəcək belə suallar verib orada. Amma uşaq təzədən toparlayıb, təzədən dərsə qayıdıb da o daxili intizamı formalaşdıran şey o uşağın o situasiyanın üz-üzə qalmasıdır. Amma valideyn hər şey özü eləyirsə, valideyn hər şey özü nəzarət eləyirsə, nəzarət lazımdır. Yəni 16-17 yaşa qədər mütləq uşaqlar nəzarət altında olmalıdır. Amma bu nəzarətin dozası 4 yaşındakı uşağa 16 yaşındakı birlikdə kimi azadlıq verirsə, 16 yaşındakını da 4 yaşındakı uşaq kimi sıxırsınızsa, mütləq ki burada problem yaradacaq. Bizim cəmiyyətimiz neqativi mükafatlandıran bir cəmiyyətdir. Neqativi mükafatlandırmaq nə deməkdir? Uşaq ailənin mərkəzində böyüyür, gedir məktəbə, orada 45 nəfər var sinifdə. Dövlət məktəblərini götürsək, orada minimum 40 nəfər var və o 40 nəfərin içində ailədə nə qəşəng yoxdur orada. Nə edir? Valideyn məsəl üçün müəllim kim səs salırsa onun adını çəkir. Diqqət çəkmək üçün yenə lazımdır.
dərsi pozmaq lazımdır. Və artıq biz belə-belə bayaq siz nümunə verdiniz ki, məsəl üçün heç yaxşı iş görəndə demirdin. Birinci növbədə bizim diqqət etməli oldu. Yəni diqqətimizi nəyə veririksə, uşaq onu inkişaf etdirəcək. Hə, ona görə ona görə burdakı məsələ çox qəşəng bir hissəyə toxundunuz. Burdakı hissədə biz neqativ nəyi mükafatlandırırıq? Bayaq ki, o dediyimiz hissə var idi ki, biz nə çıxartmaq istəyirik ortaya. Nə çıxartmaq istədiyimizi əslində bu hərəkətlərlə qərar verdik ki, biz hansı formada birlikdə bir prototip çıxarmaq istəyirik, bir model çıxarmaq istəyirik ortaya və bu bizim gündəlik davranışlarımıza əsaslanır. Ona görə biz uşağımıza baxanda dəyərləndirmə olduğumuz əsas şey, yəni mən onda nəyi mükafatlandırıram? Nəyi mükafatlandırır? Məsəl üçün bəzi vaxtlarda görürsüz kimlərsə girir, çıxırlar sosial mediada, bu çox rahatdır da hal-hazırda. Hansısa qrupu birlikdə tənqid edirlər, təhqir edirlər, vulqar ifadələr işlədirlər, həmin qrup tökülüşür onun üstünə və onu linç edirlər, nə bilim, nə edirlər. Adam 2-3 ay sonra gedir, yenə 2-3 ay sonra təzədən gəlir. Niyə? Patoloji diqqətdən əziyyət çəkir. Bu adam diqqət çəkməyi, dəyərli olmağı sadəcə olaraq bu şəkildə görür. Uşaqlara bir yerdən sonra maraqlı deyil ki, amma mənim üstümə qışqırdı, yoxsa məni qucaqladı. Çünki diqqəti ala bilməyəndə ya sevə-sevə alacaq, ya çığırda-çığırda. Yəni sevə-sevə vermək daha yaxşıdır. Universitetdə bir müəllimimiz vardı, həmişə hər yerdə deyirəm bu sözümü. Dedi ki, uşağa 5 dəqiqə verilməz, sizin 5 saatınızı alacaq. O 5 dəqiqəni vermək lazımdır yerində. Sonra o 5 saat sizdə olacaq. Dünən bir ailəvi dostumuzla görüşmüşdük. Balaca qızı var və valideynlər fikir verirəm ki, ikisi birlikdə periodik olaraq normal formada uşaq gəzir, orada rahatdır və valideynlər növbəli şəkildə uşaq istəyəndə, ehtiyacı olanda vaxt keçirir. Və biz bir yerdən sonra başımız söhbətə qarışıb oturmuşuq dördlü şəkildə söhbət edirik. O balaca uşaq şəkil çəkirdi, nağıl oxuyurdu və o 5 dəqiqəni verdiyinə görə o digər saatlarda artıq rahatdır. Ona görə, yəni uşağın bayaq ona gəldim ki, ikinci hissədə uşağın ehtiyaclarına baxmaq, üçüncüdə onu uyğunlaşdırmaq və artıq ondan sonra bir komanda şəklində fəaliyyət planı, ümumiyyətlə gündəlik rutinlər, rejim, disiplin hazırlaya bilərik. Baxın, yeniyetməlik dövründə çox valideyn şikayət edir ki, övladını başa düşə bilmir, övladım dəyişdi. Bayaq da siz çox gözəl bir şey vurğuladınız ki, uşaq vaxtı verilənləri sonra yeniyetməlik dövründə geri alır. Bax, istəyirəm biraz bunu açaq dinləyicilərimiz üçün. Yeniyetməlik dövrü şəxsin özünü bir fərd olaraq fərqinə vardığı və bunu xüsusi, aşırı bir şəkildə göstərmək istədiyi bir yerdir. Digər tərəfdən isə yeniyetməlik cinsi yetişkənlik dövrüdür. Bunun bərabərinə şəxs olaraq yetişməkdən əlavə bu cins olaraq da biz özümüzü göstərir. Oğlan məsəl üçün deyək ki, siqaret çəkməyə başlayır, qız nə bilim pomada, nə bilim digər şeylər falan, bu makiyaj məsələləri, bunlarla maraqlanmağa başlayır. Valideyn də biraz burada panikaya düşür ki, aha, başladı. Mən bunun qarşısını necə ala biləcəm? Əslində qarşısını almağa yox, burada bu prosesə uyğunlaşmaq lazımdır ki, mən bayaqki qadağa və qayda hissəsinə fokuslanmamız lazımdır ki, nə qədər icazə verirəm. Yeniyetməlik dövrünün əsas xüsusiyyətlərindən biri aidiyyətdir. Yəni üzr istəyirəm. Bu uşaq bir yerə aid olmaq istəyir və aid olmaq istədiyi yer ailə deyil. Onu istəmir. Yəni bu bir mənalıdır. Bəli, nə qədər istəsə də olmayacaq. Valideynlər onu vəclə evə dartırlar. Buradakı isə odur ki, bizim məsəl üçün deyək ki, maraqlıdır. 3 yaşında bağçaya gedənə qədər onunla olan kontaktımız 100% onun üçün ehtiyac baxımından. 6 yaşda bu 80-90-dır. Məktəbə başlayandan sonra bu düşür 80, 70, 60. Yeniyetməlik dövründə bu düşür 25-30-a. Bizə olan maraq və ehtiyacı, bizlə kommunikasiya ehtiyacı nəzərdə tuturam. Bəli. Ona görə biz onunla danışdığımız mərhələdə çox xüsusi və konkret şeylərlə birlikdə müzakirə etməliyik. Ola bilər ki, atadır, oğlu ilə çıxıb gəzə bilər, qızı ilə çıxıb gəzə bilər, bir şəkildə ana. Biz tövsiyə edirik ki, məsəl üçün bu dövrdə və bu dövrdən qabaq valideynlər uşaqlarına gün sonu hesabat rutinini formalaşdırsınlar. Belə deyək də 8-9 yaşlarından etibarən oğlandırsa ata, qızdısa ana, bu nəyə görə bir rol model. Yəni ata qızına birlikdə ona hansısa bir intriqa aparan, hansısa bir qıza necə reaksiya verə biləcəyini öyrədə bilməz. Bunu göstərəcək şəxs anadır. Anadır. Ata da eyni şəkildə hansısa bir şəkildə onu sıxışdıran, bullying edən bir oğlan mühitini necə mübarizə aparacağını anadan çox ata bilə bilər bunu. Ona görə buradakı hissədə valideynlərin rol bölgüsü çox daha faydalıdır. Amma təbii ki, birlikdə 3 dəfə həmən öz cinsinə olan valideyn isə bir dəfə də digər cinsinə olan valideynləməsi daha doğru olar ki, bir balans formalaşır ortada. Ondan sonraki mərhələdə bu yeniyetməlik dövründə bu formalaşdığına görə siz artıq uşağı sabahsı gün hara gedib, hara gəlir, kimlə gedib, kimlə gəlib deyə
narahat olmağınıza ehtiyac yoxdur. Çünki artıq kim olduğunu bilirsiniz, nələrə fikir verdiyini bilirsiniz, hansı struktur olduğunu bilirsiniz və eyni zamanda nəzarət edirsiniz. Məsələn deyirsiniz ki, axşam saat 11-dən gec evə gəlmək olmaz. Bu tək başına sizin üçün mübarizə aparacağınız çətin bir şey ola bilər. Bunun üçün nə edirsiniz? Mühitindəki uşaqların valideynlərinə əlaqə saxlayırsınız və bunu bir qrup qaydası olaraq və belə bir dayanışma olanda həm valideynlər daha rahat olur, həm uşaqlar daha rahat olur və uşaqlar da bir-birlərinə təzyiq eləyə bilirlər ki, sən indidən saat 11-dən evə gedirsən tərzində, niyə? Çünki o da getməlidir. Artıq bir cəmiyyət formalaşdırır. Yəni siz bütün Azərbaycanı dəyişə bilməzsiniz, amma seçdiyiniz uşağınızın olduğu ortamı, mühiti seçə bilərsiniz. Ona görə belə olanda artıq bir yeniyetməlik dövrünün bir qaydaları, bir strukturu. Yeniyetməlik dövründə çox paradoksal olaraq uşaqlar konkret qayda istəyirlər. Buradakı məsələ valideynlər onunla kommunikasiya qurmağa çalışdıqlarına görə çox güzəşt eləyir. Çox pozisiyasını əzir. Belə olan halda uşaq artıq valideyni həqiqətən hörmət eləmir. Çünki hörmətə layiq bir yer görmür. Ya da çox sərt edir. Bəli, sərt, məsəl üçün qaydalar və qayda məsələsini bayaq dedim. Mənim evimin qaydası bu şəkildədir. Məsəl üçün deyir ki, bəs uşaq deyir ki, məsəl üçün mənə axşam 9 demisən, özün saat 11-də gəlsən. Sən hazırlığın saat 7-də çıxır, mən sənə 2 saat xəta payı qoyuram ki, 9-da evə çatasan. Mənim işim saat 9-da bitir, ona görə 11-də gəlirəm evə. Burada konkret bunun məntiqini izah edirsiniz ki, bu 9 mənim kefimdən deyil. Mənim rahatlığım və yaxud da bu şeydən deyil. Artıq belə olanda bu uşaq görür ki, bu qoyulan qaydanın bir altyapısı var, bir məntiqi var. Çətin oldu. Asan yəni demirik. çünki bizim üçün daha rahatdır valideyn üçün də. İndi rahatdır ki, deyəsən ki, yox, belədir. Yəni qadağa, çünki biz qaydanı qoyanda artıq o qayda mənə də aid olmuş olur axı. Yəni valideyn olaraq mən də tabe olmalıyam o qaydaya. Bəli, ailənin strukturu olması lazımdır. Hə, yəni ailənin içində avtomatik olaraq ana da, ata da hamı qaydaya uymalı olur. Bəli. Çünki uymadıqda uşaq da sabahlar deyir ki, yəni deməsə də düşünür ki, sən eləmirsən, məndən niyə tələb eləyirsən? Bəli. Yəni bunu bugünkü reallıqda, yəni məsələn bir ana məsəl üçün də aşırı kosmetikadan istifadə eləyirsə, o öz yeniyetmə övladına o qaydanı qoya bilərmi ki, yəni sən etmə? Buradakı məsələ, burada yeniyetməlik dövrü üçün onun dərisini korlamayacaq xüsusi nələrsə var. Valideyn bayaq dediyim kimi o yol göstərə bilər ki, nə vaxt, nəyi, harda. Bizim məsələmiz odur ki, ümumiyyətlə ignor eləyəndə, ümumiyyətlə qadağa eləyəndə uşağa daha çox maraq olur. Bəli. Amma yaşının xüsusiyyətlərini göstərəndə burada valideynliklə bağlı həmişə dediyimiz bir şey var. Uşaq və valideyn bu şəkildədir. Yəni valideyn yuxarıdadır, uşaq aşağıdadır. Nəyə görə? Valideyn idarəçi pozisiyadır. Biz burada valideyn və uşağı bərabər götürəndə uşağın burada məsləhətləri olmadığına görə uşaq yuxarı qalxmaq istəyəcək. Belə olanda buranı idarə etmək istəyəcək. Ona görə valideyn hər zaman burada olması lazımdır. Amma burada olması o deməkdir ki, valideynin burada saxlayan məsuliyyətləri və vəzifələridir. Eyni zamanda da bəzi azadlıqlar var vəzifə və məsuliyyətlərindən dolayı. Bunlar yerində oturanda valideynin bir istənilən halda mənim evə gəlmək rutinimin konkret bir saatda olması mənim psixikam üçün birinci növbədə sağlam bir variantdır. Konkret bir qaydanın olması. İkinci məsələ, biz buna əməl eləyirik. Uşaq bu şəkildə görür ki, ata mənə dediyi bir şeyləri öz də əməl eləyir. Və məsəl üçün burada hərbidə işləyən atalar var, deyir ki, mən həftənin beləcəkdə bazar günləri evdə olacağam. Bu artıq bunun üçün və yaxud da gəmidə işləyən atalar var, və yaxud da gecə növbəsində işləyən atalar var. Buradakı məsələ odur ki, mən hal-hazırda beləcəkdə mənim işləmə rejimim belədir. Sadəcə bu qədər qısa, yəni hər şey açıqlamağa ehtiyac yoxdur. Mən sənə bu qədərini deyə bilərəm ki, mən hazırda bu şeyə görə bu şəkildə davranıram. Amma bu demək deyil ki, sənin rutinlərin yerində olduğu təqdirdə sən axşam saat 11-də 12-yə gələsən və yaxud da mən sənin yuxu rejiminin oynamağına icazə verə bilərəm. Bu valideyn olaraq mənim məsuliyyətimdir. Mən evə gec gəlsəm belə buna nəzarət etmək mənim məsuliyyətimdir. Necə ki 16 yaşına qədər sabahsı gün o uşaq hansı bir cinayətə qarışanda dövlət Daxili İşlər Nazirliyi məni ora dəvət eləyəcək və onun cinayət tərkibi olan, həbs qəti imkan tədbiri olan bir hissədə məni məsuliyyətli götürürsə, bu o deməkdir ki, buradakı evin daxilində olma ehtimalı olan və hüquqi və sosial qayda pozuntuları olan şeylərə də
mən məsuliyyət daşıyıram. Birinci növbədə bunu qəbul Bunu etmək. açıq danışmaq lazım. Həm Bunu də bil- münasibətlər bir gündə qurulmur. Bəli, Yəni əlbəttə, onu bayaq məsəl sən üçün dediyim ki, qaydanı yeməklə bağlı. kosmetikaya qədər, təbii ki, o lap cavan, indi mənim qızım yoxdur, amma maraqlıdırsa, ana izah edir ki, bax, hər qadının bir dövrü gələcək. Yəni yavaş-yavaş onu hazırlayır, kosmetikadan istifadə edəcək. Təbiət sənə indi elə gözəl dəri, sən elə gəncsən, onu korlama. Ona aid izahatlar ver. O bir gün içində durub demədi ki, mən kosmetikadan istifadə edirəm. Amma O da bir günündə. özənirsə, Hə, özənməyi üçün də, yəni onu da Murad bəylə mən razıyam ki, tamamilə qadağa etmək ora maraq doğuracaq Bəli, o və daha çox. zamanında ona şərait yaradıb və zaman-zaman da məncə o bir keçici dönəm olur. Mövzumuz çox maraqlıdır, amma biz efirin sonuna gəlmişik. Mən ən son istəyərəm Murad bəy bizim dinləyicilərə, baxın, onlar da ki, artıq bir övlad valideyn münasibətləri korlanıbdır. Bunu hansı yerdən bir düzəltmək olar, olmaz, bunu istəyərəm və ən son bax bu gün evə gedən kimi övladı ilə münasibəti yaxşılaşdırmaq üçün hansı ilk addımları atsa dinləyicimiz, bizi dinləyənlər yaxşı olar. Mən istənilən krizlərlə bağlı, istənilən problemlə bağlı belə bir şey deyə bilərəm ki, istənilən konflikt anında heç bir münasibət əvvəlki yerində qalmır. Ya uzaqlaşır, ya yaxınlaşır. Aha. Birinci növbədə biz o yaxınlaşma yolumuz hardadır? Ora baxa bilərik ki, mən bu münasibətləri bu səhhətə gətirmişəm və eyni zamanda burada mənim bir yaxınlaşmaq üçün bir yolum var. Bura baxmaq lazımdır. Burada uşağın xarakterik xüsusiyyətləri, orada olan кейslər və digər şeylər daha əhəmiyyətlidir və bunlara xüsusi olaraq baxmaq lazımdır. Amma hər bir halda bayaq necə ki, valideynlərin öz aralarında, partnyorlar öz aralarında dediyimiz kimi qarşı tərəf kimi görmürük, uşağı da komandanın bir üzvü kimi çeviririk. Biz uşağı komandanın mərkəzi olaraq görürük və hər bütün komandanı ona indeksləyirik. Ona görə burada problem yaranır. Uşaq komandanın ən balaca üzvüdür və o komandaya adaptasiya olmaq üçün gəlib. Ona görə bunu Çox sağ olun, dəyərli fikirləriniz və çox geniş faydalı izahlarınız üçün sizə təşəkkür edirəm. Növbəti görüşənədək valideyn saatında sağ olun, salamat qalın. Sağ olun. Sağ olun.